Birinci bölümdə istəyirik iki oğlan İranda ev nəzür tutular və evin xərci bir ayda neçədir? Bunu sizlərə göstərək. Dostlar, hamımız bilirsiniz ki, biz Təbriz şəhərindəyik. Təbriz də dini bir şəhərdir. Ona xatir burada tək kişiyə ya iki kişiyə ev çox çətin verirlər. Bəli, biz birini tapmışıq, bizə verirlər. Çünki dostumuzdur. Bizim o yerdə ki, vərziş edirik, idman edirik, oradadır. Bizə yaxçılıq elədi və o evi verdi bizə. Və bunu da deyim ki, Təbriz şəhərində bizim evimiz elə bir yerdədir ki, nə çox pahalı yerdədir, nə çox aşağı yerdədir. Orta bir məhəllədə biz bir dənə ev tutmuşuq. İndi də o evi sizə göstərək. Evi dün gecə tutmuşuq. İndi də gedirik oranı təmizləyək və sizə də oranın videosunu göstərək. Və nə mənək alacağıq ora, həm İran puluna, həm də dolar bazında sizə göstərəcəyik ki, neçə biz bir ayda o evə xərcləyirik. Bunlar görürsüz, biz çoxun evdən gətirmişik. Çox az xərcləyəcək, çox az ora vəsait alacaq, aparacağıq. Ona görə bunların hamısında, indi gedək evə yetişək, hamısını da pulun deyəcəm ki, İranda neçədir, sizin Bakıda ya Türkiyədə bunlar neçədir? Bir-birlərlə təraz eləyək. Görək bura bahadır ya sizin ora bahadır. İndi mən istəm evi sizə göstərəm. Görəsiniz ki, İranda biz iki dənə oğlan nə cür yaşayırıq. Bura bizim ev tutmuşuq. Bura bizim məhəlləmizdir. Bunlar da gördüyünüz kimi xanım ağadılar, uzaqlaşırlar. Bunlar da İran maaşıdır. Bunun adı Pride'dır. Pride. İndi bura bizimdir. Biraz köhnə evdir daha, çünki elə pulumuz bura çatır. Evi mən göstərərəm sizə. Sina da evin pulunu neçə vermişik, dolar bazında sizə deyər ki, ilk neçə dolar evin əvvəlində vermişik, ayda neçə veririk. Gəlin məndən. Buyurun, buyurun. Burada oha, ayaqqabılarımı da çıxardırıq. Bunları ev sahibi deyib ki, bunları mən götürəcəm, aparacağam valla. 4 gündür zəng edirəm, heç xəbərətər yoxdur. Pulu aldı, qaçdı. Bura bizim evimizdir, xoş gəlibsiz. İndi ev ki, boşdur, çox belə pis görsənir. İnşallah 2-ci part, 3-cü partda sizə mebelizat gətirəcəyik, hamısını deyəcək. İran mebelləri necədir? İran tualeti belədir, gəlin bura. İran tualetinə baxsaz, belə oturmalıdır. Yəni siz %80 evlər İranda belədirlər. Bu bizim hamam tualetimizdir. Burada bizim bildiniz də nədir? Adını bilmirəm. Burada otaqdır. Burası ilə üstü təmizləyirdi. Biz evi dünən almışıq. Yəni dünən açarını verib bizə Bakı dilində. Burada kuxnadır. Kuxnamız elə yapışıqlıdır evə. Kuxna, ya sən burada nə iş görsən, orada səni görəcəklər. Buranın bir dənə şey çox gözəldir ki, buranın həyəti var. Biz bura Təbriz dilində həyət xəlvət deyirik. Yəni canım. Yaz qoy verək. Ev sahibidir, qoy onun işimizi görək. Niyə biz bura tutduq? Biz sıx YouTube videolarımızdan elə burada çəkək editinizdən ki, elə özümüz buyuruq. Editorumuz yoxdur. Elə YouTube videosu zadə də nə mənəli elə burada biz çəkək, ona görə bu evi tutmuşuq. Burada həm eləyə bilərsən biznesə ev də tutasan, həm də dükan tutasan, yəni mağaza tutasan, bu cür deyim. Bəli, İrandakı mağazalar çox bahadır. Yəni sən İran pulu 150 milyon tümən bölsən 165 dolar, yəni bizim hər bir dolarımız 165 tüməndir. Yəni sən 250-ni bölsən 165-ə gör neçə dolar olur. İranda da biraz bu çox bahalıdır. Bir dənə cavan oğlana. Birincisi bunu deyim ki, İranda bu cür döşənəkli, mebelli ev yoxdur. Yəni bir dənə bu cür boş ev verirlər bilə və məsələn bunları görürsünüz. Bunlar da olmaz. Yəni indi bizim ev sahibimiz bura verib, çünki lazım idi, bunu da veribdi biləmizə. Heç də olmaz, boş. Gərək özün doldurasan evini. Biz də o işi görəcək və biz çox şeylər almayacaq. Özümüzün varımızdır. Evdə mənim var, Erkanın var deyə evdən gətirəcək, dolduracaq bura. Ondan sonra nə mənə lazım olsa ola alacaq. Biz bura, indi bilmirəm sizlər neçə verirsiniz, nə cürdür sizdə. Biz burada birinci bir daha pul veririk, ondan sonra aydın aya pul veririk. 50 milyon vermişik birincidə, ondan sonra aydın aya 10 milyon veririk. 10 milyon da 10 milyon tuma. Bəzi evlər ki, məsələn, əşyası bu cür gəcdir, bu cür moket verirlər. Bunlara deyirlər sement parçalılar. Bu cür moket olar, biraz buranın vəzi xərabdırlar. Bizdə gərək bunları dolduraq, fəşsat gətirəcək, fəşlərimizi dolduraq. Bunların hamısı mən evdən gətirmişəm. Bunları açacaq, dolduracaq bu cursuna. Biraz vəziyyəti xərabdır, elə düzəldək yox, nə olur.
mebelləri gətdik. O qapıdan keçmədi, rədd olmadı. Buradan ipinə gətirik. Axır səhnətən ki, film gözmüş, ondan 3 gündə keçibdi. Biz 3 gündür gözləyirik ki, mebellər gəlsin. Mebellər də o qapıdan keçmədi. Bu qapıdan keçdi, ona görə buradan gətdik. Ağrılarına. Qatı girir. Uşaqlar, bura bizim evimizdir. Ev qutulubdur, indi göstərmirəm biləcə. Bura bizim kuxnamızdır, aşpəzxana deyirlər. Babətdir da, qəşəngləri var ha, İranda çox gözəl, xasa, gözəlləri var. Bura babətdir. İndi gedirik evə, hazırsınız. Bu da bizim evimiz. Mebelləri gətirmişik, mizləri gətirmişik, pərdəmizi vurmuşuq, qəşəng. İranda evlər təqribən bu cür olur. Mebellərimiz təqribən 20 milyon olar, 20 milyon tuman İran pulu. Dolar da indi 165 min tümandır. Aşağıda yazıram sizə ki, neçə dolar olur. Bəli, biz bunların hamısını özümüz gətirmişik. Məsələn, bunlar bizim evdə idi, gətirmişəm. Biz bizim evdə idi, gətirmişəm. İndi gedirik kuxniyə, orada vəsaitlərimiz vardı, qap-qaşıq vardı, içməli vəsaitlərimiz vardı, bıçaq var, qaşıq var. Olan hamısını göstərirəm. Biləcək biz bunların heç birinə pul verməmişik, evdən gətirmişik. O əvvəldə ki görmüşdünüz, ev kullən boş idi. İndi hamısını özümüz doldurmuşuq. Bəli, pul xərcləməmişik. Bəli, qiymətlərini deyəcəm sizə. Bu aşpəzxana vəsaitlərimizdir. Bıçaqdır, qap-qaşıqdır. Qaplarımızdır, istikanlarımızdır. Bu da dəsmallarımızdır. Bura ədviyyəcatdır. Çay, ədviyyə, hamısı buradadır. Bu da qazımızdır. İndi İran pulu təqribən 10 milyon olar ki, aşağıda yazıram neçə dolar olur. Fəqət gətirəndə burasını sındırmışıq. Görürsünüz, bura patlayıbdır və çəsbiləmişik. Bu cürdə indi qaz qoymuşuq, Niskafə içək. Bu da makroferdir. Bunu da Erkan gətirib evlərindən yenə pul xərcləməmişik. Bu da 10 milyon olar. 5 milyon elə 10 milyon olar İran pulu. Hava da görsət, havamız, bu da havamızdır, qar yağır. O da ki, orada məngəlimizdə, orada kebab vuracaq. Bunu da evdən gətirmişik, pul xərcləməmişik. Bu da otağımızdır ki, feylən qoşmamışıq. Bu cür yerdədir, sistemimiz, laptop, elektrik vəsaitlərimiz hamısı buradadır. Like eləyin, komment qoyun bu videonun altında. İkinci video buranı qoşacaq və sizə göstərəcək. Və buranı hazırlamaq neçə pul tutacaqdır, hamısını sizə ikinci videoda deyəcək.